Təsəvvür edin ki, iki şüşə bankada, yəni iki şüşə banka mövcuddur. Bankanın birində milçək var, axmaq milçək. Heç bir şey anlamaq istəməyən milçək. İkinci bankada isə arı var. Hansı biri ağıllıdır? Hər birimiz, elə mən də deyərik ki, arı daha ağıllıdır. Onlar daha da təşkilatlanmışlar, onlarda iyerarxiya var. Həm də tam dəqiqliklə bilirlər ki, nə etməlidirlər. Bütün təlimatları da bəri başdan məlumdur. Bax, bu iki məxluqun əsas məram və məqsədi müəyyən olunmuş hədəfə çatmaqdır. Arı nə edir? O hədəfi görür. Bax, hədəf budur. İstiqamət düzdür, lakin qarşısını şüşə kəsib. İndi nə baş verir? Və öldü. İndi isə axmaq milçək. Bax, həyatda da adətən belə olur. Ağıllı adamlar deyirlər. Axı ağlı məndən azdır. Bunu necə etdi? Bu nailiyyətə necə çatdı? Axı heç nəyə qanmır. Heç iki sözü bir-birinin ardına da qoşa bilmir. Bilirsiniz, bunlar mənim də həyatımda tez-tez baş verib. Mənim 2 ali təhsilim və 7 peşə ixtisasım var. Bir işi görməmişdən öncə anlamağa çalışırdım. Bir neçə il öncə məni bir Çin müdrikliyi ilə tanış etdilər. Dedilər ki, Çin hikmətidir, amma əslində nə olduğunu bilmirəm. Hər nədirsə çox bəyəndim. Bu, mənim dünya görüşümü dəyişdi. Birinci pillə ən başlanğıcda olan. Bu, etməkdir. Elə ki, etdin, sən biləcəksən. Elə ki, bildin, başa düşəcəksən. Başa düşdükdən sonra isə sən artıq yaradıcılıqla məşğul ola biləcəksən. Yəni sən başqalarının nail olduqlarının çərçivəsindən kənara çıxacaqsan və özünə məxsus bir şey yaradacaqsan. Hər şey isə etməkdən başlayır. Məni əhatə edən çoxluq adətən deyir ki, bir işi görməmişdən qabaq onu başa düşmək lazımdır. Boş söhbətdir. Əvvəlcə edəcəksən, sonra biləcəksən, sonra başa düşəcəksən, sonra da bəlkə yaratmağı bacaracaqsan. Bu, həyatda mənə çox kömək etdi. Xoşunuza gəlsə, siz də istifadə edə bilərsiniz.